Əmir Teymurun varisi olan, Əmir Teymurun nəticəsi Babur Şahla müttəfiq olub, Şah İsmail belə dost olublar, yaxşı münasibətlər olub. Bilirsiniz, bu günləri biz çoxumuz fəxr edirik də, yəni Pakistan qardaşlığından danışırıq, Babur Şahdan danışırıq. Pakistanın nüvə başlıqlı ballistik raketinin adı Baburdur. Pakistan İslam Respublikasının nüvə başlıqlı raketinin adı Baburdur. Yəni Pakistan özünü Türk müsəlman devləti olan Baburilərin varisi hesab edir. Və bu Baburi devləti də Böyük Moğol imperiyası da deyirlər, Baburi devləti də deyirlər. O devlətin banisi Babur Şahdır. Babur Şahı Babur Şah eləyən Şah İsmail olub. Yəni Babur Şahın Hindistan taxtına gedən yolun Şah İsmail açıb. Şah İsmail ona birbaşa yardım edib. Yəni Qızılbaş ordusu ilə yardım edib. Keçən illəri Azərbaycana Pakistan qızılbaşları təşrif buyurmuşdular. Təşrif buyurmuşlar, Şuşaya getdilər, Şuşada oldular. Pakistanda yaşayan 500 il əvvəl gedən qızılbaşlar idi. Həmin o Şah İsmailin Babur Şaha dəstək üçün, Babur Şahı taxta çıxartmaq üçün göndərdiyi Qızılbaş ordusunun törəmələri. Çox adam bunu bilmir. Bizim bu Pakistanla olan münasibətimizə belə deyək də, biraz romantizm qatırlar. Deyirlər ki, bəs Hacı Zeynalabdin Tağıyev o vaxtı Pakistana yardım edib. Qardaş, valla onun əsası yoxdur. Zeynalabdin Tağıyev bizim xeyirxalq, mütəvazi bir ağsaqqalımız olub, Allah rəhmət eləsin. Amma Pakistan əlaqəsi olmayıb, qardaş. Maraqlı odur ki, Babur Şah, Şah İsmailin ona dəstəyinə baxmayaraq, 2 dəfə döyüşdən qaçır. Amma Şah İsmail yenə onu dəstəkləyir. Yəni Babur Şah 2 dəfə dövlət döyüşdən qaçır, Qızılbaş ordusu belə deyək də, qoyub qaçır da, tabanına tüpürüb qaçır. Amma Şah İsmail onu yenə bağışlayır. Çünki Şah İsmailin Teymurilərə böyük hörməti var idi. Yəni Şeybanilərlə müharibənin bir səbəbi də həmin o Şeybani xanın Əmir Teymurun törəmələri olan Hüseyin Bayqara sülaləsinin devirməsi idi. Şeybanilərə qədər Türkistanda hakim Teymurilər idi. Yəni Şeybani xan, Şeybəklər gəlirlər, Teymurları devirirlər və öz iqtidarını qururlar. Şah İsmailin də məqsədi Şeybaniləri devirmək, onların yerinə Baburiləri gətirmək, yəni Teymuriləri gətirmək idi.